Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1.676.080 ədəd olub. Yenavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 5,7% və ya 90.815 ədəd artıb. Qeyd edək ki, son bir ildə ən çox artım Çanqan avtomobillərində qeydə alınıb. Bu markanın sayı 2024-cü ildəki 8.950 ədəddən 2025-ci ildə 38.784 ədədə yüksəlib. Beləliklə Çanqanların sayı bir il ərzində 29.834 ədəd və ya 4,3 dəfə artıb. İkinci ən böyük artım BYD markasında olub. BYD avtomobillərinin sayı 4083-dən 19799-a yüksəlib. Artım 15716 ədəd və ya 4,8 dəfə təşkil edib. Hyundai avtomobillərinin sayı 142814-dən 153983-ə yüksəlib. Bu 11169 avtomobil artım deməkdir. Toyota markasında da ciddi artım qeydə alınıb. Avtomobillərin sayı 115151-dən 124922-yə yüksəlib və 9771 ədəd artıb. Kia avtomobillərinin sayı isə 97753-dən 106962-yə çatıb. Artım 9209 ədəd olub. Bundan başqa Chevrolet avtomobillərinin sayı 6964, Ford 2806, BMW 2320, Nissan 1752, Mercedes isə 1808 ədəd artıb. Eyni zamanda bəzi markaların avtomobillərinin sayı azalıb. Ən böyük azalma Vaz 210, 0306 modellərində qeydə alınıb. Bu avtomobillərin sayı 199068-dən 190874-ə düşüb. Beləliklə say 8194 ədəd azalıb. Vaz 2105, 2107 və modifikasiyalarının sayı da 126469-dan 124902-yə enib. Azalma 1567 ədəd təşkil edib. Vaz 2108, 2109 və modifikasiyalarının sayı 24501-dən 23792-yə düşüb və 709 ədəd azalıb. Opel avtomobillərinin sayı 72044-dən 71507-yə enib. Bu markada azalma 537 ədəd olub. Qaz 24 və modifikasiyalarının sayı da 25926-dan 25438-ə düşüb. Azalma 488 avtomobil təşkil edib. Həmçinin Daewoo markasında 443, Vaz 2102, 2104 və modifikasiyalarında 261, Moskviç və modifikasiyalarında 291, Renault markasında 208, Tofaş avtomobillərində isə 216 ədəd azalma qeydə alınıb. Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan minik avtomobillərinin 80,6% benzin, 9,6% dizel, 1,4% qaz, 8% hibrid, 0,5% isə elektrik mühərriki ilə işləyib. Ən böyük artım hibrid avtomobillərində qeydə alınıb. Hibrid avtomobillərin sayı bir il ərzində təxminən 2 dəfə artıb. Plug-in hibridlərdə isə artım 6 dəfəyə yaxın olub. Qazla işləyən avtomobillərin sayı 7,5%, elektrik mühərrikli avtomobillərin sayı 38,3%, benzinlə işləyən avtomobillərin sayı isə 2,8% artıb. Dizellə işləyən avtomobillərin sayı isə 13,1% azalıb. Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı belə olub.